Baxmayaraq ki, mən qanun ifaçısıyam, ancaq mənim qanun, mənim fəngim muğamla oldu. Mənim özüm də Qarabağlıdır. Sənətim də Qarabağa bağlıdır. Ürəyim də Seygaha bağlıdır. Mən neçə illər Səxavət Məmmədovun qarmacana olmuşam. Neçə illər Mövlətin yanında dərs almışam. Mən neçə illər Vahid Abdullayev rəhmətli ilə işləmişəm, Arif Babayevlə işləmişəm, Könül xanımla Allah şəfasını versin, onunla işləmişəm. Hal-hazırda Gülyanlar, Gülyat bacaları ilə işləyir. Yəni bunun hamısı muğam xanəndələrdir. Bunlar oxuyan müğənnilər deyirlər, xanəndədirlər. Sözün əsl mənasında xalq artistləridirlər, şöhrət ordenlidirlər. Sizə qurban canları müəllim. Siz bilirsiniz, mən sizi çox istəyirəm. Həddindən artıq çox istəyirəm. Bir günləri Toğrul müəllim mənə deyəndə ki, Camal müəllimlə görüş var. Mən reklam olmasın deyəm, dün Feyruzla qoydu. Amma mən yenə də Feyruz'a dedim ki, yarım saatda, 40 dəqiqədə olsa geçəcəm, amma Camal müəllimin gün tədbirinə girmədim. Toğrul müəllimlə biz qardaşıq. Amma qardaş olmamızdan da əlavə, mən onun mədəniyyət üzrə müaviniyəm və bir günləri ola bilsin ki, bura gəlməyəcəm bilərdim. Siz əgər olmasaydınız, başqa dönəmlər burada tədbir vardı, mən gəlirdim. Mən sizə uzun ömür can sağlığı arzulayıram. Daha doğrusu uzun ömür deyəndə ki, Allah nə qədər ömür verirsə, ona ayaq üstə arzulayacaq sizə. Bayaqları içəri girəndə sizə nə dedim sizlə görüşəndə? Dedim, mən bu kişi üçün ölürəm. Bunun şuxluğu üçün, bunun təmizkarlığı üçün, bu kişinin nə bilim, aristokrat nə deyirlər? Qardaş, aristokrat, valla bu ancaq muğam oxuyanlarında. Aristokrat xanəndə, general xanəndə. Allah haqqı, bu ancaq muğam oxuyanlarında da var. Mən qıraqda danışanda məni pis başa düşürlər. Valla mən musiqiçiyəm deyən demirəm. Bunu hamı bilir ki, ürək, evdarlı, ev canlı, ailə canlı, vətən canlı, valla bu ancaq muğam oxuyanlarında. Muğam ifaçılarında. Canan müəllim, sizdən çox üzr istəyirəm, bizim xanəndələrdən üzr istəyirəm. Mümkünsə mənim ürəyim farklı, bir sevgi açalım qulaq açın.
üstəhli dilbərim çəkmiş kənara hər kəs öz üstəhli dilbərim gülüzlərlə söhbətimiz məhrəmanədir nə xarıdan əsər görünür nərədirdən nə xarıdan əsər görünür nərədirdən bəhbə nə yaxşı dövür nə yaxşı zəmanədir vahid sən ki xəlq özü qiymət verir sənə vahid sevin ki xəlq özü qiymət verir sənə təbim gühər saçayam nə tükənməz xəzanə bir aman 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 ya aman aydan Yarəm, niyə köçkün düşdün, eller Qarabağdan dönmər ürəyin, ötsəl əllər Bunlar yeri tutaracak da ben sizden asker verdim. Uşağlara geçtim.
Ben sənə minnətdaram. Əziz Gül deyirəm mən. Əziz qardaşım, sevgili qardaşım. Görüş keçirirsən. Mən də bura dəvət elədim. Çox sağ ol. Bugün mən